Qazaxın Ermənistanla sərhəddə yerləşən 5 kəndi suvarma suyu ilə təmin olunacaq. Çox az su anbarından kəndlərin hər birinə ayrıca su xətti çəkilib və nasoslar quraşdırılıb. Qazaxın Ermənistanla sərhədində yerləşən Alpod, Abbasbəyli, Fərəhli, Ülkməzli və Qızılhaclı kəndlərində əkin sahələrinin suvarılması üçün 6 ildir davam edən işlər yekunlaşmaq üzrədir. Bu kəndlərə su təmas xəttinə yaxın yerləşən 22 milyon kubmetrlik tutumlu Coğaz su anbarından veriləcək. Abbasbəyli və Fərəhli kəndləri anbarın yerləşdiyi ərazidən 250-300 metr yüksəklikdə olduğu üçün Fərəhlidə 1000 kubmetrlik su tutumu olan digər bir anbar inşa edilib. Coğazdan bu anbara suyun vurulması üçün 4300 metrlik boru xətti, həmçinin 35000 kilovoltluq elektrik xətti çəkilərək 4 su nasosu quraşdırılıb. Nasos stansiyada 6 ədəd nasos qurulmuşdur. Onun 4 ədədi Fərəhlidə tikilən bu baseynə vurulacaq, 2 ədədi Alpod arxına. Alpod arxına vurulan sudan da Alpod, Ülməzli, bir də Abbasbəyli kəndlərinin torpaq sahələrinin suvarılması nəzərdə tutulub. 4 milyon manat dəyərində olan layihə çərçivəsində görülən işlər gələn ay tam yekunlaşacaq. Oruc Mansurov, Eltun Salmanoğlu, Ramin Quliyev, Qazax.